Bəli, bizi dinləyən hər kəs salamlayıram. Qarşıda çıxış eləyir. Mən Məmmədov Tural və qismət olsa bugünkü dərs izah müddətində sizlərlə birlikdə olacağım. İndi isə bələdçidən olan Python suallarına baxırıq. Getdik. 1-dən 10-a qədər səhv olan neçə demişdiniz? Aytən, 9. 9-cu sual. Gəlin baxaq görək 9-cu sual bizə nə deyir? Deyir ki, proqram yerinə yetirildikdən sonra ekrana hansı nəticə çıxacaq? Sual həll eləmək üçün əvvəlcə nədən başlamaq lazım uşaqlar? A-dan başlamaq lazımdır. A-ya verirəm ilk qiymətini. Biraz gözləyin, bunu biraz göyəni azaldaq. Aha, çox azaltdıq. O başqa yerdir. Aha, 323-cü səhifədə. ən əvvəldə deyiləm mən. Ver. Ha, tamam, yaxşı. Gözləyin əvvəldən başlayalım. Ver buradakı Ha, dokuz. yaxşı. Bu 9-u deyirsiniz. Onda bundan başlayaq. Bu tipi yazılışlarda diqqətli olmaq lazımdır. Normalda bunlar A, B, C alt-alta yazsaydı heç bir problem yoxdur. Adi formada əldə edirəm. Yox, belə yazılırsa burada bir qədər məsələ dəyişir. Yazılırsa Kaderoda da buna bənzər suallarla biz qarşılaşırdıq. Əvvəlcə A-nın, B-nin, C-nin qiymətlərini olduğu kimi yazıram. A, B, C. A-ya verilib 10, B-yə verilib 20, amma o 20 nə deyil? Rəqəmdir. Rəqəm deyil, dırnaqdadır, STR tipindədir. C-nin qiyməti isə 20,5-dir ki, bu da float tipindədir. Nəysə. Sonra deyir ki, A bərabərdir nəyə? A üstə gəlsin. A üstə gəlsin int C. Birinci bunu yerinə yetirirəm. Elə bil ki, A bərabər olur köhnə A-nın üzərinə int C-ni gəlirəm. C-nin qiyməti nədir? 20,50. İntə çevirsəm neçə eləyəcək? 20. A-nın da üzərinə gəlsəm A-nın yeni qiyməti oldu 30. İkinci məsələ. İndi deyir ki, B nəyə bərabərdir? Float B üstə gəlsin C. Float B. B nədədir? B dırnaqdadır. B dırnaqdadır. Float onu nəyə çevirir? Həqiqətdə. Həqiqətə çevir. Nə olacaq? 20,0. 20,0. 20,0-a çevirəndən sonra üzərinə nəyə gəlirəm? C-ni. C neçədir? C 20. 20,50. O da nə qədər eləyir? 40,50. Doğrudur. Sonra deyir ki, indi uşaqlar, burada indi diqqətli olmaq lazımdır. C bərabərdir A üstə gəlsin int B. Əgər bu normal şəkildə yazılan olsaydı alt-alta, mən A deyəndə daha neçəni götürərdim? 30-u götürərdim. Amma bu formada isə mən artıq A deyəndə A-nın ilkin qiymətini götürəcəm. Çünki hələ sətr bitib ikinci sətrə keçmək olmayıb. A-nın ilkin qiyməti 10 idi və onun üzərinə də int B-ni gələndə B-nin də yeni ilkin qiymətini götürəcəm. Neçəni götürəcəm? 20-ni götürəcəm. 20-nin də üzərinə 10-u gəldiyim zaman C-nin qiyməti eləyəcək 30. Düzdür? Hamı razıdır? C-nin də yeni qiyməti oldu 30. Və məndə də bunların cəminin intə çevrilmiş versiyasını istəyir. Və bunları da cəmləsəm 30, 40, 70, 50 də burada, 100, 100 tam %50 eləyir. Int də qabağında var deyə cavab elədi 100. Hamıya aydın oldu. Aytən başa düşdün fərqi? Axırıncı B-ni götürmədik də, əvvəlkini götürdük. Həmişə əvvəlkini götürürsən Ruslan. Anladım müəllim, anladım. Amma bunlar alt-alta yazılsaydı da A deyəndə da A-nın yeni qiyməti 30 olacaq. Da onu götürməyəcəkdik. Və yaxud da Mən B-dən bundan 40 sonra 20-ni nəzərdə almamışam. Yaxşı. Bu tipli sualı biz Kaderoda görmüşdük. Sonra 9-dan sonra səhv olan. Sürətli olsun amma biraz. 8. 18, 48. 48-ə qədər var. İbad səndə. Bəli müəllim 33. İbad varmı 30-a qədər? Yoxdur. O zaman 33-ə baxaq. Uşaqlar, separate nə üçün idi? Nəyin? Verilən simvolun Verilən simvolla bunları bir-birindən ayırır. Yəni 1 üstə gəl, 2 üstə gəl, 3. Qutarı getdi. Cavab A. A. Başa düşdük? Toplamırdı müəllim o. Yox, aytən. Axı bu simvolları bir-birindən ayırmaq üçün istifadə olunan elementdir. Və bu da plus simvolu ilə bunlar sadəcə bir-birindən ayıracaq, toplaya bilməz. Anladım Əgər müəllim. yazsaydı ki, elə print 1 üstə gəl, 2 üstə gəlsin 3, hə, onu düz deyirsən. 33-dən sonra (48-ə qədər yoxdur ki. Dəqiq. O zaman 48. Deyir ki, prosedura hər hansı operator ardıcıllığını
yerinə yetirir. Bəli, hər hansı operatorlar aracılığıyla prosedur demək olar. Düzdür. Problem yoxdur. Bunda bunu götürdüm. Funksiya müəyyən qiyməti hesablayır və həmin qiyməti onu çağıran proqrama, yəni alt proqrama qaytarır. Zaten biz bilirik ki, return funksiyası ilə məhz funksiya bunu eləyirdi. Doğrudur. Bir operatoru bir neçə sətrə yazmaq üçün slash simvolundan istifadə olunur. Tamam, ola bilər. Düzdür. Amma D səhvdir. Niyə? Deyir, boşluqların sayı nəzərə almadan elementlərin sayını müəyyən etmək üçün len-dən istifadə olur. Xeyr. Len elə boşluqların özünü də sayır. Məsələn, salam, boşluq necəsən deyəndə len neyniyəcək? Salamı sayacaq, başdan sona necəsəni sayacaq, üstəcə bir də boşluğu sayacaq. Ona görə boşluq istisna demək doğru deyil. Ona görə doğru cavabımız olacaq D variantı. Fərdin aydın oldu? Bəli. Əla. 48-dən sonra O biri bölmədə. bu bölmədə başqa səhv olan var? Hamı üçün. Yox. Ceyhun səndə? Yoxdur müəllim. Yaxşı. O zaman keçdik ikinci bölməyə. 18 var. İkinci bölmədə 18-ə qədər var kimdəsə? 15 var mənim. 15 var. Fuad səndə yox idi birinci bölmədə səhv? Mənim bir dənə var idi, o da baxdıq onun üçün. Yaxşı. O zaman getdik. 15-ci sual. Deyir ki, Python dilində print s bərabərdir və s03 cavabda çıxışa nə veriləcək? Uşaqlar. Deməli, bu nəyi mənimsədir? S bərabərdir, dırnaqda yazılıb deyə, olduğu kimi arada görünməlidir. Elə olduğu kimi Printdə hesab- görünməlidir. Bir də ki, S sətri hansı sətirdirsə və yaxud da S siyahısı hansı siyahıdırsa, onun hansı elementləri olacaq? Əvvəldən üçə qədər. Əvvəldən 3-ə qədər, yəni 0-cı, 1-ci, İkinci. 2-ci. İndi bunu bilərək gəlin variantları yoxlayaq. Bildim mən. Başa Y variantı olacaq da. Bəli. Başa düşdüm. Müəllim, əvvəldə 3 var məndə. 3 var. Baxaq. Python dilində hansı simvol tam bölməni işarələyir? Mənim siyahılar üzrə əməllərə baxmırsınız. Yox, Pythonda ədədlər üzərində əməllər. 10 verməmişəm inşallah deyəsən, hə mən. Hə, siyahılar üzərində. Hə, siyahlar üzərində əməlləri vermişəm mən sizə. Bunu necə verməmişəm? Bu asandır. Gəlin dəfə Siyahları tapşırıq yazın. vermişsiniz müəllim. Gəlin dəfə heç tapşırıq yazın. Bunu yazın elə. Pythonda ədədlər üzərində əməllər. Rəssamlaşları vermişdim də keçən dəfə. Pythonda ədədlər üzərində əməllər bu arada qalıb. Bunu verməmişəm. Bunu da 100% yazın. Yenə 3-ə bölünənlər. Hə, indi sətirlər üzərində əməllərə qaydırıq. Deməli, neçə demişdiniz burada? 3 demişdiniz. Uzunluq sayır, amma... Aha, yaxşı. Size uzunluq sayır, Mənim amma boşluq sayır. Necə? Üçüncü sualda join funksiyası var ya, ona görə soruşuram. Səhifə 335. O mənim o sətirdir. Sətir də verməmişdiniz ondan sonra. Hə, Səhifə bunu da 330. verməmişəm. Hə, bunu da yazın. F tapşırığı olaraq. Sətir tipli elementlər üzərində əməllər. Bunu da yazın F tapşırığı olaraq onda. Bundan sonrakına baxaq. Hə, onda siyahlar üzərində əməllərdən söhbət gedir. Yaxşı. Uşaqlar, join funksiyası nə etmək üçündür? Birləşdirmək üçün. Bəli, siyahının elementlərini bir dənə sətirdə birləşdirmək üçün. Yəni listi sətrə çevirir, qısaca. Bunun üçün nə yazıbdı? 2 dənə tire, düzdürmü? Nə edəcək onda? 1, 2 dənə tire, 3. Qutardı getdi. Bu qədər sadə. Heç nəyə ehtiyac yoxdur. O da nəyin içində yazılacaq? Siyahı sətrə çevrilirdi, dırnağın içində yazılacaq. Hə, dırnaq. Bitdi. Aydın oldu Fəridə? Bəli. Bura məsələn ulduz qoysaydın, ulduzla birləşdirərdi. Heç nə qoymasaydın, Boşluqla. Boşluqla. sadəcə 1-3 birləşik. Boşluq qoysaydın 1, boşluq 3 olardı. 3-dən sonra İndi 6. məsələn 6-da o var, C bərabərdir indeks 6. İndeks hər hansı bir indeksinə artırır da. Burada 6 yazıb. Mən nəyə artıracağam? ikinci indeksdən 6 ala biləcəksən. Insert funksiyasını bir dənə kitabdan bax. Insert funksiyası birinci yazılmış elementlərdən, bəli, indeksi deyirsən. Bu, Bəli. o da 6 var, 6-cı ya. indeksini tapır da. 1. Siyahının içində gələn ilk 6-nın indeksini tapır. Aydındır?
Mən qarışdırdım onları, bildim. Niyə qaldı qarışdırırsan? O da kitabda yazmışam da sualda. Onu da yazmışam. İndeksi yazmışam. Bəli. 6-dan sonra 12-yə qədər var. Yoxsa o zaman 12. 12 maraqlı sual oxşuyur. Gəlin baxaq. Proqramın nəticəsini müəyyən edir. Uşaqlar, bunlar hamısı nəyin içindədir? Listin içində. Listin içindədir. Düzdürmü? Nice. İndi. Bunu konkret görməmişəm bu formada. Bu non aydındır ki, söz kimi olsaydı dırnaqda olmalıydı. İndi mən bilmirəm, buradakı non adlı bir şey Python özündə var yoxsa yox. Var Çünki proqramımız daxilində deyil. Balaca. Hə. Hərflə deyək. Xırdağa görə. Bu formada non məncə yoxdur. Pythonda Pythonda, bəli. Mən də deyirəm. Cavab error çıxır çünki təsvirdə dırnaqda yazmalıydı. Mən də bir qəşəng sayılmışam. Bu ola bilər. Çünki boş söz deməkdir bu. İçində heç nə olmayan siyahı deməkdir. Bu bir elementdir. Bəli. Bunu da şey deyirlər. Neydi? Onun yadımdan çıxdı. Sizin proqramda yoxdur. Tap oldu. Yox. Library nə deyirsən? Tamam, yadıma düşmədi. Library. Yox. Başqa adı var. Lüğət. Dictionary. Dictionary, əsas. Dictionary-də istifadə olunur belə bu formada mötərizələr. Dictionary-də istifadə olunur. Bəli, bunu sayır, amma non yenə deyirəm, kiçik hərflə yazılıb deyə bunu saymayacaq. Böyük non olsaydı, bəli, onun bir məntiqi anlamı olardı. Amma bu formada yazılışınızsa düşməyə ixtiyarı yoxdur. Çünki bunu keçmirsiniz. Bu düzdür var, amma non da keçmirsiniz. Ona görə doğru deyil. Bu sual salmaq. Sonraki sualınız. 12-dən sonra 27. 27-ci sual. Kimsə çıxdı, Mən 7 nəfər idi, 6 qaldı. Necə? 18. 18. Aytən 18. Aa, Bayağı- mənim bildiyim. Hə. Sonra 20 neçə dediniz uşaqlar? 27. Sən niyə gəlməmisən Fəridə? Mənim ayağım ağrıyır mənim. Ay Allah, Yeyəm. nə uzaq yol gedirsən? Ay mən basamıram və yerə. Atandan rica eləsən səni gətirərdi, heç nə olmaz. Yaxşı, tamam. Uşaqlar, iş orası 2 sual oxuyamıram. Burada yəqin ki, bərabərdir yazılıb, burada da boşluq var. Bəli. Hə. Adama deyirlər, kitab elə bizdədir də, hanı kitab? Bu niyə belə çəkilib, mən başa düşmürəm. Deyir, sonda hansı nəticə Mən onu olmuş olacaq? Necə? Necə? Boşluqdur, yoxsa tre? Gözləyin bir dənə kitabdan o hissəyə baxaq. Səhifəsi 338. Aytən sənin işlərində bax. Ya da bəlkə də mənimdir, bilmirəm daha. İkimizdən birimiz çəkmişik. Çıxmadı. Mənim işlər Nədir? Uşaqlar, orada yazıb A bərabərdir 10. Yoxar tərəfdə. Neçən sual idi o? 27. Aha. 27. Burada A bərabərdir 10 yazıbdı. Bu bərabərdir. Burada isə bərabərdir 3. Gerisi məncə aydın oldu da sənə, düzdür? Bəli. Ay sağ ol. Namikin soram 3. A-nın qiyməti 10. Soram Tre. 3. Yaşı var. Bəli, çox. A variantı. Amma səhv çıxıb axı A variantı. Cavab çıxıb, amma plus harda çıxır? Biz hardan gəldik? Hanı plus? Baxın ona. Cavabda C-də plus var. Yox, olar. Siz düz deyirsiniz. Plus nədir? Plusun nə işi var orada? Plus bölçə. Birinci şeyi çıxardacaq, namikinkini çıxardacaq, Sonra namik çıxardacaq. sözü, sonra A-nın qiyməti 10, aralarında tire var. Sonra da yaşı var çıxır, orada plus falan yoxdur. Sadəcə ola bilər ki, burada sürüşmə baş veribdir. Ona görə elə bir şey eləyir. Cavab nə çıxardır? C. Yox, plusun orada heç bir şey yoxdur, rol yox, plus olmalı deyil. A variantı da buna aiddir yəqin ki. Hə, A duş alacaq. Biraz Sadəcə yəqin variantda sürüşmə olubdur. Ona görə sualın cavabı qaçıb, amma normalda A-dır, başqa şey ola bilməz orada. Çünki plus görmürəmsə, plus hardan gələ bilər A? Sonraki sual. 27-dən sonra 39-a qədər var. Yoxdur ki. O zaman 39. Uşaqlar deyir ki, proqramın hansı sətrində səhv buraxılıb? B bərabərdir input, input yazılıbdır, problem yoxdur. Inputun uzunluğunu tapmaq olurmu? Olur, problem yoxdur. üçüncü sətir. Bəli, çünki sətirdir. İndi deyir ki, B-nin n-incisi, n nədir? Ədəddir, uzunluqdur. Və B-nin uzunluğu deyəndə uşaqlar, onun hərflərinin sayı nəzərdə tutulur, düzdürmü? Amma hərflərinin sayı deyirəmsə, o sonuncu hərf orada varmı?
Sən nə demək istəyirəm? Məsələn, tutaq ki, element 5 simvoldan ibarətdir. O zaman L-nin qiyməti 5-dir. Amma həmin o sözdə 5 indeks element var. Yoxdur. Ən böyük element neçə elementdir? 4 indeks elementdir. Ona görə sən burada BN yazanda deyəcək out of range. Çünki yəni Yəni o aralaqdan çıxır. aralaqdan çıxıb kənar. O aralaqda element deyil. Ona görə üçüncüdə olmalıdır. Dördüncü düzdür. B-nin sıfırın son birinci deməkdir. Aydındır? B-nin N-ci indeksi yazması üçün B listi olmalı deyildi. Yox. Sətirdə olur. Hə, sətr onda olur. Sətir olmadı olar əlbəttə. Burada 2 yazıram tutaq ki, istəyirsən sətir olsun B. Məsələn, B belə olmadı N buna işləyərdi. belə 2,6 vergül 3 məsələn atıram. Burada işləyər. B-yə bunu versən. 3-dür. Burada məsələn yazsam ki, adi idi. Dırnaqda yazsaydım. Eyni şeydir. Başa düşürsən? Bunu da götürə bilərsən. Bu formada bunu da götürə bilərsən. Sonra 39-dan sonra səhv olan 57. 57 42. qədər. Neçə? 42 mənim 42. 42. Hər şey olar. 2 dənə siyahını toplamaq elə onları necə yazmaq deməkdir? Bir dənə Bir dənə siyahını yazmaq deməkdir də. verilənlər də ard-arda yazır. Bəli, verilənlər də. Nə Birinci hansı siyahısı onun qiymətləri yazılır. Sonra da ikinci siyahının qiymətləri yazılır. Elə çıxıb cavab. Çıxıb B-dir. deyildi? Hə, düzdür. Birinci A-nın qiymətləri gəlir 1, 2, 3, sonradakı B-nin qiymətləri ardıcə yazılır. Yəni deyirəm, bu sualları ilk dəfə baxırıq deyə. Ola bilər ki, burada testlərdə səhv olsun. Bunu indi ilk dəfə müəyyənləşdirəcəyik sizinlə birlikdə. Çünki mənim çox zamanım yoxdur kənara baxmağa. Sonraki suallarınız. 57-dən əvvəl kimsə nəsə demişdi? Fərdə sən demişdin deyəsən. Elə 57 idi. 57 idi. Ondan əvvəldə yoxdursa, o zaman 57. Yaxşı, çoxlar. Baxın, bu tipli elementlərdə mən sizə demişdim ki, əgər elementlər hamısı dırnaqdadırsa, bunlar hərf hökmündədir. Və hərf hökmü olanda uzunluğa yox, birinci rəqəminin nə olduğuna baxırıq. Yadda saxlayın ki, 2 hərfi 10 mindən belə nədir? Böyükdür. Çünki birinin birinci rəqəmi 2-dir, birinci isə 1-dir. Aydındır məsələ. İndi mən bunları artan sıra ilə düzsəm, sort artanla düzür deyə ən kiçikdən başlayacağam. Birinci rəqəm ən kiçik olan hansıdır? 114. Deməli, ən kiçik olacaq 114. Bu birincidir. Sonra artıq 2 ilə gələnlər gəlir. 2 ilə gələnlərdən ən kiçik olacaq birinci 2-2. Yəni, bax bu. İkinci element olacaq bu. Üçüncü element yenə 2-2. Fərqi yoxdur bunların hansının hansı olmağının. 2-2-dən sonra uşaqlar 2-2 yox. 2-2 7 gəlir. Çünki 2-2-dən belə düşün də sizin adlarınızı əlifba sırasına düzürlər. Bir adamın adı Abdı. Bir adamın adı Abadı. A-B-A. Hansı əlifbada əvvəldə gəlir? Ab əvvəldə gəlir. A-ba ondan sonra gəlir. Çünki birində 2 hərf var, birində 3 hərf var. İlk 2 hərfi eyni olandan sonra 3-cü hərfə baxa bilərsən. Burada da eyni məsələdir. İlk 2 hərfi eynidir. 2-2-dir. 3-cü hərfi 7-dir. Artıq bu bundan böyük olmuş olur. Ona görə mən gətirirəm 4-cü olaraq bunu götürürəm. Ondan sonra gəlir 2-3. Çünki bunun ikinci rəqəmi 3-dür. Bu oldu 5-ci. Ən sonda isə 3-2 gəlir. 32. Başa düşdünüz? Kim düz yazmışdı? Cavab da səhvdir. Yəni B yazmışam, amma cavab B yox. Səhv çıxıb. Birini atıb, birini bu yana. Yan yana aldı. Səhvdir də. Siz yoxlayın Pythonda. Mən əminəm ki, biz yəni cavab alınacaq. Yoxladın? Bəli. Mən deyən alındı? Bəli. Hə, şurada başqa şey alına bilməz. Buyurun. Qaydadır. Sual biz deyəndir cavab. Burada sualda problemdir. Bu sualı qeyd edək. Neçənci sualdır bu? 57-ci. Görürsən, buradan mətn qutusundan buna səhvdir desəm, qalar mı, qalmaz mı bilmirəm. PDF-də. Kitabımsa qeyd edin də onu. Adıma deyirlər, kitab bizdədir də. Ne yazdım? Dairəliyim koloniz. 57 yaz, səhv. Yazım olur. Ne edirsən? 57 səhv yazdım. 57-ci sualını yanına yazardın da. Atalar bir dairənin yəni bilinsin də. Hə. Sonra, 57-dən sonra uşaqlar. 60. 60. Əlavə Deyən etmək. şey. Yaxşı, gəlin 60-cı suala baxaq. Aşağıdakılardan hansı doğrudur? List, ad 5, append. Uşaqlar, list.append 5. Olar da, olar. Çünki list hər hansı bir siyahının adıdır. List 1, append
5 problem yoxdur. Dəyişən adı ola bilər. Bəli. Bir dəyişən adı ola bilər. O da cavab. Şu Doğru. doğru olan da budur zaten. Hə, bir dənə də doğru var. Sonra 60-dan sonra səhv olan 69. 69-a qədər yoxdur. O zaman 69. Uşaqlar, diqqətli olun. Bir də mən sizə desəydim ki, bunu sort eləyin. Cavab nə olardı? Cavab yox, belə nə olardı? Birinci hansı olardı sort eləsəydim? Birinci ilk hərf o. Bax, Aha, ilk hansıdır bir da? olacaqdı. 1, sonra nə 4, gəlirdi? 4, 4, sonra? sonra 2, 3. Sonra da 3 gələr. Aydındır məsələn? Bəli. Amma indi bizdən deyir ki, remove 2. Uşaqlar, remove funksiyası yadda saxlamalıyam ki, neçənci gələni silir? İlk gəlir. İlk gələni hamısını silmir. 3 dənə olsaydı, ikisi qalacaqdı, ancaq Birincisi. birincini siləcəkdi. Sildi getdi. 1, 3, 4. Cavab yox. Səhv var, səhv götürüb cavabı. D deyil. Cavab D yazmışam. Cavab səhvdir deyil. D səhvdir deyil. Az. Məncə səhv deyir. Yoxlayın. Məncə yox, 100% səhv deyir. Belə şey olmaz. D yazdınız açdı. Necə ola bilər? 2-ni remove eləyəsən 1 getsin. Yox, uşaqlar, biz düz deyirik. Mümkün deyil elə bir şey. Dəl olur biraz. Elə print lt lst yaz. Altda. Print. Ne yaptı? A. Yok. Birincisi. Birinci nə demisən sonra, indi C demisən C, lst demisən lst. A. Dört. İkinci. Ha? Yox, səs çıxacaq, yalnız özümüzü yor. Beş. Çünki niyə 1 oradan getsin ki? 1 niyə getsin? Dörd 1, yazdı. 3, 4 kaldı. 1, 3, 4 qaldı. D var kimi. Necə ola bilər? Böyle. Hə, biz deyəndə də, hə, şu da, hə, Yani şu. zaten. Bir an dedim, necə ola bilər ya? Şu. Hələ D yazmışlar, açmış. D, variantı düzəlt. Sonra da D-ni işarə elədim. 69-dan. 9'da D işarə. 69-dan sonra 75. 75. Bir ekrana hansı cavab çıxacaq? Neyse, mən burada şübhəliyəm artıq. Pop yok. Pop Hə, pop yoxdur uşaqlar. Neyse silir o da. Tamam. Bakar. Ama değil. Tamam. Pop yoxdur olmağa, amma gəlin bir dənə o popa kimi əldə eləməyə çalışaq da. Məsələn, print A 1 qoşa nöqtə. Bu nə Birdən deməkdir? sona Birdən sona qədər. Yəni ki, 2, 3, 4 olacaq burada. Sonra deyir ki, zaten bu 2, 4 çıxdı. A 1 qoşa nöqtə. Pop nə işləyir, uşağı bilmirəm. Neyse silir. Ama neyse. Neyse silir. Bilmirəm. Cavab Heç 4 bir fikrim qaldı. yox. Cavab nə çıxardı? İndi inşallah ki, cavabı da əməl ola Bunu bilmirik yazdım, də. cavab 4 çıxardı. Ben. Yazalım bir tane Python var. Yani. Nokta com. Evet, orada öyle bir şey. Ha. Çıkarılır. Hə, bir şey uşaqlar, popun nə olduğunu izah edir də bizə zaten. Var. Popun nə olduğunu izah edir. Yox, burada izah edir də. Deyir ki, A1 sona qədərdən pop sanki ən sonuncusunu çıxardı da. Mən tinə baxanda onu görmüş oluram. En sonucunu saxlayır. Saxlayır. Hə, ən sonuncunu çap edir bəli o formada. Print A. 2, 3, 4 satacağım. İkinci print. Zaten A dəyişməyibdi. A dəyişmədiyindən elə eyni çıxmalıdır. Evet, çıkardım. Print A. D variantı səhvdir deyil. B çıxmalıdır elə uşaqlar. Zaten deyirəm də, bu popu demir, amma popu üz izah edir də, deyir ki, sonuncu elementi götürdü. Amma məsələ heç bir dəxli yoxdur deyə. Yenə sual salma ixtiyarı olmasa da, yəni amma baxanda yenə də sualı pop olmadan da zaten həll eləmək olur. Popun məntiqi bəllidir. İndi bilmirəm o işi də oradan görür, görmür, amma burada oxud gördüyümüzə görə sonuncu elementi çap edir. Amma yenə də print A heç bir əlaqəsi olmadığından, amma yenə əmin ola bilmərik də. Bəlkə pop elə bir şeydir ki, əlaqəsi var. Əlaqəsi bir şeydir. Hə, onu bilə bilərik. Neyse aklını çevirmek silirdi. Ama Silirsə sonra necə silmiyor. cavab verir? Ha. Biraz farklı sonuç var. Yani. 75-dən sonra 78. 78.
Ekrana hansı cavab? Bu qəşəng sualdır. Düzdür, yenə bu tip yazılış bizdə olmasa da, Burada niyə 3 amma bu var? suala baxarıq. Bu sualdan çünki biz artıq işləməyi bilirik. Nəysə, sən də səhv çıxırsan. A, B, C 1, 2, 3 qiymətlərini verdik. Düzdürmü? Deyir ki, indi A bərabər olsun nəyə? A bərabərdir C-yə. C-yə. A bərabər C-dirsə, onda A oldu 3. İndi deyir ki, B bərabərdir A-ya. Ama bir Əvvəlki aya. Bəli. B bərabərdir əvvəlki A-ya, yəni 1-ə, B oldu 1. Sonra da deyir ki, təzədən C oldu B. C də oldu B, yəni ki, C Əvvəlki oldu B. 2. Əvvəlki. Aha, indi uşaqlar, burada bir dənə də təzədən bərabərlik qoyubdur. Amma yenə bu eyni sətirdədir, mən düşünürəm ki, burada yenə son qiymətləri götürməyəcəyik, yoxsa götürəcəksiniz? Məncə əvvəlki Məncə qiymətləri əvvəlki götürməliyik. götürəcək. Mən də elə düşünürəm ki, əvvəlkini götürəcəyik. Çünki bu formada görməmişim, ilk dəfə də görürəm burada. Amma məntiqlə baxda eyni sətirdə olduğundan əvvəlkini götürməliyik. İndi yenə deyir ki, indi buradan götürəm, birinci C-nin qiymətidir. İndi deyir ki, C olsun B. C B olsa, onda C olur 2. bəli, C olur 2. Elə 2-dədir. Niyə 1 olmur? Niyə 1 olmur? Çünki eyni sətirdə yazılıblar. Fərdən narahat olma, bu tipli sual sizə salmaq ixtiyarı yoxdur. Bu tipli yazılış bizdə yoxdur, proqramda deyil. Sonra deyir ki, A elə A-ya bərabər olsun, onda elə A 1-dir. B də bərabər olsun C-yə. Uşaqlar, məndən diqqətli olun, bir dənə çaşaram. B də deyir bərabər olsun C-yə. C bərabər 2. Onda əvvəlkini götürürəm də, 3-ü götürürəm. 3. İndi təzədən deyir. B bərabərdir, deyir C-yə. Yəni 3-ə. Yaxşı. A bərabərdir B-yə. Yəni 2-yə. C də deyir bərabərdir A-ya, yəni 1-ə. Cavab nədir? 2-3-1. Aldı. Uşaq, indi asan yollayayım sizə. sonuncu. Sonunuzun baxırıq. Əvvəlkinə baxırıq, ən birinci. Sən necə? 1-2-3 götürmüşəm. Ay sağ ol. Deyirəm ki, indi B nə olsun? Ümumiyyətlə, bunlar elə bir şey yoxdur da. 1-2-3 var. İndi deyirəm ki, B nə olsun? C olsun. Onda B neçə oldu? 3. Hansına görə baxdınız? İkinciyə görə. İkisini elə bir götürəm, əvvəlkiləri görməzdən gəlir. A deyir nə olsun? B olsun. B-nin qiyməti nədir? 2-dir. Onda A oldu 2. C nə olsun? A olsun. Yəni 1 olsun. Sonra bir fərq olmur. Boş yerə. Elə bir şey, yəni bunları eləməyin mənası olmadı. Başa düşdün? Elə axırıncı elementə baxıb tapa bilərdim. Yenə deyirəm, proqramda yoxdur belə şey, amma maraqlı sual idi. Ziyan yoxdur alınmaqda. Sonra. Sonraki sual. 81. 81. Bir dənə Fərdə sual verir, fərqindəsiniz. Ruslan, sən bildin. Sən niyə sual vermirsən əziz? Səndə, Şaman səndə. İmran səndə necə? İmran. Yox, tamam. Fuat səndə. Baxmışam. Məndə fərdə deyir, olanda özüm onda olmayanda deyədim özüm. Üst-üstə düşürək. Açın o Ya danışma. Neyse sonra. Bir zaten zəng edeyim. 81. 81. Bax, indi birinci hardan başlamaq lazım uşaqlar? Bu mürəkkəb funksiya kimi düşünmək lazımdır və birinci mötərizənin içindən başlamaq lazımdır. Deyir ki, A nöqtə append nə? 3. 3. Onda A-nın içinə 3-ü əlavə edilir. Olur 2 3. A nə oldu? 2, 3. Bəli. 2, 3. İnşallah bunu tam başa düşmək üçün diqqətlə bura baxın. Append funksiyasının dəqiq yazılış formasından əmin olmaq lazımdır. Necə, səbirli olun. Baxın uşaqlar, hamınız diqqətlə var. Append funksiyasına baxsaq, fikir verin uşaqlar.
Elə mən C nöqtə append eləyəndə, elə C-yə append olmuş qiymət nə etmiş oluram? Mənimsədirəm və sanki C-nin qiyməti daha hansı qiymətdir? Append olunmuş qiymətin elə özüdür. Aydındır bura qədər məsələ. Bunu biləndən sonra indi qayıdırıq suala. Yəni ki, daha 3 əlavə olunandan sonra elə sanki buranın qiymətinin özü nədir? Müəllim, Bəli. adını geydirirdim, onun üçün çıxmışdım. Hə. Qulaq asas da elə bilərdin. Nəysə, buranın qiyməti olur 200. İndi deyir ki, bir də 200-ü təzədən nəyə əlavə elə? A-nın içinə əlavə elə. A-nın içində nə var idi? 2. Güc var idi. Ha. 200 var idi. Şurası təzədən 200 əlavə eləməlidir. Əlaqəsi yoxdur. Cavab bilmədiyim şey C. Nam. Python C alınır. Özünün namı verir, D verir. Onu Python yoxdan C alınır. Çox qəribə bir şey. C alınır. Bəli. 200 nam. Buranın cavabına görə sizə Ha, Python yox, isə cavabı 200 nam desə nam qaytarır yəni ki. Belə bir şey. Mən axtardım. Hardan bilirsən? Necə? Belə bir yazış yox. Nam nə verir ki, göstərir Pythonda? Uşaqlar, baxın, nan adlandırılan obyekt, yenə deyirəm, sizin proqram daxilində deyil. İndi bunu miqdən çıxardıb qoyublar bura? Hardan qoyublar və orası məndə naməlumdur. Nan yoxdur. Bax, biz Kadirada işləmişik. Kadirada bizdə biraz dərinə gedir. Orada Kadirada belə nan yoxdur. Müəllimlər kitabı işləmişik. Müəllimlər kitabında biz nan görməmişik. Yəni, yoxdur da, qardaş, mən nan görməmişəm. Yox demirəm, ümumiyyətlə Pythonda yoxdur. Əlbəttə ki, Pythonda var. Amma yəni, biz də Python oxusaq, Python uşaqlar 250 səhifəli bir dənə belə kitabdır. Məndə var idi, tələbəm vermişdi. 250 səhifəli kitabdır. Ona sonra imtahandan universitetə girəndən sonra qaytardım özünə ki, universitetə lazım olar. 250 kitabı bir səhifəmiz hardan bilək? Bizim əlimizdə olan material 20-30 səhifəli bir materialdır. Biz onun daxilində nəsə bilə bilərik. Yəni uşaqlar, burada nan sözü ilə bağlı bir şey alınırsa, digərə qeyri-müəyyənlikdir. Bizim məntiqimizlə götürsək, əgər bu mümkün olsaydı belə olardı. 2-3 2-3. Bizim məntiqimizlə götürsək belə olardı. Amma nan falan çıxırsa, bu artıq deməli proqram daxilində deyil. Sonraki sualınızı deyin görüm. Yenə deyirəm, ancaq burada belə sualda ancaq məntiq işlədə bilərik. Məntiq uyur. Uyan cavab varsa var, yoxdursa da deməli bilməli deyilik. Sonra 96. 96-ya qədər var. 87 var. 87 var mən. 87 var, ortaq. Məndə də Bir yerdə 87 var. işləmişsiniz siz. Hə, split uşaqlar. Split nə edir? Split nə edir? split ayırır verilən nə ilə. İkinci indeksə əlavə edir. Tamam. Split CD-dən bölür. 2. Nə üçün? 2 nədən? Bu 2 desən şeydir. İlk arxasına 2 seyirdən bölsün. Üçündən desən bölmür. Hə, qalır. Yenə yoxdur da uşaqlarda. Elə şeyimiz yoxdur. Biz split funksiyasını keçirik. Necə keçirik? Splitin sən nə yazırsansa, həmin o spliti həmin elementdən bölür və həmin elementlərin yerinə nələr qoyur? Vergüllər qoyur, qalanlarını isə dırnaqların içinə qoyaraq siyahının içinə əlavə edir. Bax, məsələn, bax bu formada. Gəlin o sizə göstərim analoqunu. Biz keçdiyimiz split, baxın bu formada split. Necə? Bax belə. Görüşürlər. Bax, bizə öyrədilən dim tərəfindən və digər MIG kitablarında öyrədilən split, bu splitdir ki, splitdə bir dənə element yazılır və həmin elementi götürür buradan çıxardır, yerinə nələr qoyur? Vergüllər qoyur və beləliklə yeni bir siyahı almış olur. Sətirdən siyahıya keçid baş verir. Amma ki, mən burada 2 qoyanda nə olur? Bax, orası biraz naməlumdur. Gəlin özümüz tapmağa çalışaq, görək orada nə baş verir. Ancaq özümüz tapmağa çalışa bilərik. İndi bir dənə məntiq işlədək. Sonra ondan sonra da biraz özümüz fikirləşərik, görək, iş tətbiq edib baxarıq. Nəysə, siyahı sətr verilibdir. Split bunu CD-dən bölür. Məntiqlə baxsaq, normalda bizə bu sual düşə biləcəyi formasını düşsəydi, cavab nə olacaqdı uşaqlar? CD-ni götürür, bunun yerinə bir dənə nə? Belə bir dənə vergül. Burada AB dırnaqda. Biz özümüzə düşə biləcək formada işləyək bunu. Sonra yenə CD getdi, YF dırnaqda. Vergül. Bəli, CD-nin də yerinə bir dənə vergül. Burada da ki, yenə GH dırnağa düşür. CD də ki, getdi. İndi məntiqlə baxaq. Cavab nə çıxıbdı? Cavab A çıxıbdı. Deməli, A, F, bura qədər zaten Deməli, eyni iki fikirik. dənəsidir. Deməli, 2 dənəsini eləyir bunun. 2 dəfə bölür. Hə, İki dənə. ola bilər. Axtarır. Ola bilər, məntiqlidir. Məntiqlidir. Necə amma bunu yoxlayaq. Bir dənə aç, bu hərfləri yaz. Bundan sonra da 1-2 dənə hərf qoy.
Bir dənə sən bu kodu yaz, sonra qalanını mənə ver, mən düzəldəcəm. Ya da belə burada yazaq da. Heç oradakını yazmağı da məcbur deyilik. Gəlin o Python-u göstərim elə özüm sizə. Öyrənin də biz də görək o nə deməkdir. Adıma deyirlər ki, öyrənmənin nə ziyanı var. Düzdür? Bilmirik, biz də öyrənirik. Müəllim A'dan gəlmə alim olmur ki. Nəysə. Deməli, hər hansı birisi n verilibdir. N bərabərdir dırnağın daxilində. Hətta inputla daxil eləyirəm ki, sonra istədiyim ifadəni verə bilim. İndi deyirəm ki, n bərabərdir nəyə? N nöqtə split dırnaqda tutaq ki, A vergül 3. Görək indi bu nə iş görəcək. Əgər bizim dediyimiz məntiqin işləyirsə, uşaqlar nə etməlidir? Yəni silir yerinə verilir qoyur. Bəli, silib sadəcə yerib, amma ilk neçəsini üçünü, ondan sonrası nə etməməlidir? Mən də belə yazıram. DA, indi birinci D-ni eləyəcək. FCA, sonra nə eləyəcək? FG-ni eləyəcək. Sonra GH eləyəcək. Artıq 2 dəfə eləyibdir. Bir dənə də A qoydum. Aha, indi artıq 3 dənə eləyibdir, düzdürmü? Onda bundan sonra eləməməlidir. F, C, H, A, N, H, A, Q, L, A. Bir dənə də gəl yoxlayaq indi. Görək nə olacaq. Printi yazmadı. Bizdə print yazmaq var. Hə, düzdür. Birbaşa orada printin içində yazıbdır. Nəysə, bunu bir dənə kopyalayaq, problem yoxdur. C eləyək. Burada təzən düzəldərik. Print mi? Print yazmamış. Print mi? Biz deyən uşaqlar. Hə, biz deyən. Elə bir ki, 3 dənə bölür. Bəli. Sanki 3 dəfə bölür, 3 yazmısansa 3 dəfə bölür. 3 element düzəldir. 4 yazmısansa 4 element düzəldir və s. belə. İndi 4 dənə təbii ki, varsa da bu məntiq. Qəşəng sual əslində, maraqlıdır. Amma indi şurasıdır ki, biz bunu mən deyərdim ki, bunsuz necə yazın? Maraqlı kod gəldi. Hə, görürsünüz. Belə bir dənə kod sizə verəcəm, gəlir yadma sal. Deyəcəm ki, məsələn, bunu işlətmədən elə eləyin ki, ilk 3 dənəni götürsün, ayırsın, amma ondan sonrakıları ayırmasın. Asandır da K3-ə bərabərdirsə, K3-dən böyüksə eləmə. Nə var ki, asan? Asandır. Split elə düzəldirsən, sonra da K-ya qiymət verirsən, bir dənə içinə şərt qoyursan, asandır. Funksiyanı düzəltmək çox asan bir şeydir. Nəysə, getdik. 87-dən sonra 87-dən sonra var 96. Biz buna necə qayıtdıq? Biz bayaq bu suala baxmamışdıq. Həmən səhvən bura baxmışdıq. 96 orada. Yox, biz bayaq bu sualı gördük. Sual var idi. Təkrar salıblar. Təkrar salıblar, hə, deyirəm. Neçə dediniz? 96. Python proqramlaşma dilində operatorlar hər bir ayrıca komanda adlanır. Proqramda hər hansı verilənlərin emalı, proqramın gedişinə qiyməti dəyişən kəmiyyətlər, onlar dəyişənlərdir. Sənə görə. Ona görə. Normalda Budur. hələ deyil. D variantı yoxdur uşaqlar deyəmə. Tamam, Qiymət yox, qiymət dəyişən kəmiyyətlər deyil. Hər bir ayrıca komanda. Hər bir ayrıca komanda uşaqlar bir dənə operatordur. Cavab nə çıxıb? Daha belə budur. Hə. Niyə elədi? Çünki, məsələn, əslində uşaqlar bizim dediyimiz vurma, toplama, çıxma, bölmə var. Əslində onlar da riyazi operatorlardır. Bilməm, keçməmisiniz. Ümumiyyətlə, ali riyaziyyatda operatorlar, riyazi operatorlar deyə bir bölmə var. Məsələn, F operatoru, tutaq ki, deyirəm ki, FAB bərabərdir A kvadratı üstə gəlsin B kvadratı. Onda F operatoru nə iş görür? Elementlərin kvadratlarının cəmini tapır. Şeyin içindəkilərində, yəni içindəki dəyişənlərin. Məsələn, burada F operatorlardır, operator deyirlər. F operatoru. Hətta qeyri-aşkar operatorlar, aşkar operatorlar deyə bir anlayış var. Məntiqdə magistral imtahan sualı olaraq düşür. Bu bizə nəyə bənzəyir? Məsələn, yazır bura 3, qoyur 3 bucaq. Bir də yazır 3. Cavabı da göstərir 27. Məntiqdir bu, yoxsa informatikadır. Sonra da yazır 3, 4. Bu neçə eləyər? Bu kvadrat şeydir, kub. Kubdur da, bəli. Mən tapırsan ki, kubdur. 80. İndi bunu 2 dənə verir, 3, 4 dənə verir ki, onu təsdiq edə biləsən. Bu da operatordur. Başa düşdünüz operator nə demək? Yəni konkret bir əməliyyatı yerinə yetirir. Yaxşı sualdır, amma yəni yenə deyirəm, operator sözü də yoxdur axı. Yaxşı sualdır, amma maraqlıdır. Bunun salma problemi yoxdur. Ümumiyyətlə belə kitabların ziyanı yoxdur. Uzağa bilməyəcəyik, işləməyəcəyik, ya öyrənəcəyik. Necə? Orada cavab nə idi?
96-da cavab nə oldu? Hər bir ayrıca komanda bir operatordur. Məsələn, bu üçbucaq konkret bir işi bir dənə işi gördü. Ayrıca bir komandanı yerinə yetirdi. Kuba yüksəltdi. Və yaxud da burada F operatoru A-nın kvadratı yer B-nin kvadratını hesabladı. Bir konkret bir işi yerinə yetirdi. Başa düşdün? Bəli. Əslində hər bir def funksiyası bir operator kimi qəbul oluna bilər. 99. 99. Qəşəng sual oxşuyur. Görək nədir? Yenə heç yerdə görmədiyimiz ənqrəbadi kodlar. Görək. Görək bundan nə məntiq işlədirik. Deyən görək. Foru sağlayırsınız. Nədir bu kısım? Bir daha müəllim, elə bir foru ayrıca yazmayıb, bir dənə onu. Dayan, səbir ol bir dəqiqə. Aha, indi deyir ki, belə bir element verilibdir. 1 vur 1, tamam, nəysə. 1, 2 üstü 2, 4. Pov yenə qüvvəti yüksəltmədir. 3 üstü 2, 9. Burada da ki, birinci qüvvəti yüksəltmə yerinə yetirilir. 2-nin üstü 2, 4. 4 vur 4 də 16 elədi. Nəysə, bu ədədləri götürdüm. İndi deyir ki, ay yaxşı, bu nə yanlışı məntiqini tapmağa. X in D. X, başa düşdüm nə edir. Sanki bunları bir-bir kvadrata yüksəldir və nəyə yığır uşaqlar? Yeni siyahının içinə yığır. Belə başa düşürəm məntiqdən hələ ki. Heç bir anlayışım yoxdur. Belə şey görməmişəm. Belə anlayıram. Sonra da ki onu samlayır, yəni cəmləyir. Yəni ki, elementlərini bunun hamısını kvadrata yüksəldəcək, yeni S listinə yığacaq. S listinin qiymətləri belə olacaq. Deməli, 1, vergül, 16, vergül, 81, 256. vergül, 256. Sam da bunları cəmləsə, indi bunu bir də kalkulyatorla cəmləyin. Axırıncı rəqəminə baxsa, eləyir də ədəd. Cavab Adı? Ola bilər. Yəni, yaxın rəqəmdir. Eləyir. Məntiqli. Çox. Yox, olar. Bu məntiqlə tam oldu. Yəni, belə suallar ümumiyyətlə görsünüz, təşkil düşməyin də. 80% biraz proqramlaşma biliyiz varsa, indi məntiqlə çıxardacaqsınız ki, nə iş görür. O qədər şey yoxdur. Maraqlı şeydir. Yox, dim salınmaz belə şey. Yarası olur. Dim izah eləmədə şey salınmaz. Hansı bir məktəb kitabında heç bir yerində belə şey yoxdur. Bu qaydanı izah eləməmiş heç vaxt salınmaz. Belə bir def yaradar. O başqa şey. Amma konkret hazır işlədə bilməz. Məsələn, defi verər ki, def o işi görsün. Olar. Amma belə şey hazır verməyə ixtiyarı yoxdur bir sətir formasında. Onu təxmin eləməyə də bilərdik də, indi nə bilək, hər cür şey ola bilərdi. Sonra 99-da 117 117-yə qədər bu nədir? Azalırsınız hər dəqiqə. C17. Hara getdi ki, C? Tam buradaydı. Dəqiqə, getdi. Fuat, sən niyə yeni gəlmirsən, bala? Mən biraz xəstələnmişəm əvvəlcə. Fuat, gəlin dəfədən yeni gəlirsən. Aydındır? Yaxşı. Son 8-6-cı gündür. Bəli. 6-cı gün istirahət etsən məcburən. Onda bəxtdir. Axşam çağıracam, neysə qaçışınız yoxdur. Fuat təxmin edilmişdi, axşam dərs olacaq. Axşam olacaq, Sonra neysə qaçışınız yoxdur. Vetriz var. Bazar günü dediysən. Bazar gündür mənim vetir. Özdə bazar günü də dərsdən qalmaq istəyirsiniz. Yox, mən qalmayacağım. Biz qalmayacaq. Kim gəlmə qalacaq? Yəni Fuat. Deyəsən. Fuat gedərsən qəşəng o qrup yoldaşlarım var, sinif yoldaşlarım var. Kimdir onların adları? İnformatik eləyirsən. Yox. Onlarla eylənərsən. Oğlan adı yadımdan çıxdı. Belə qəribə saçı var idi oğlanın eylən. Mahir. Hə, çətir. Yox, belə lap qəribə saçı var. Mahir. Mahirdir. Onlar. Qarbaşdır, mahirdir. Əylənərsən ondan qəşəng. Sonra da əyləncələrindən gedib imtahanı yazarsan, da nə edərsən, da onu özün bilərsən. Əyləmək lazımdır, amma ki, nə bilim daha. Az. Getməmək də olmaz. Dərsə mane olacaq qədər yox. Onda əziyyət çəkərsə 6-cı gün gələrsiniz, bazar günü də özünüz bilərsiniz. Baxarıq. Nəysə, 105-dən sonra 6-cı gün saat neçədə mənim? yəqin ki, son zəhdən sonra da axşam saatlarında. Yaxşı. İndi baxarıq da, bizdə əgər şey olmasa, yığıncaq evdə olmasa, onda baxarıq. Allahın şükür, bəlkə gördünüz, şovla bağlı yığıncaq oldu. Nəysə. Sonra 100 neçə dediniz? 117. 117. Yaxşı. Bax 117-ci testə görə 117-ci test bizə nə deyir? Ünvaram yenə qəribə sual deyil. Uşaqlar, bir normal sualdır, bəli, qəbul oluna bilən sualdır. Del keçirir
İkinci indeksi. Append remove hamısı var. Əla. Ama biraz anormal. Bax bunu yazmasaz sizin probleminizdir. Bu vermede A var. Burada değişik olursa burada da olur. Hə. Bir rastlaşmış. Yaxşı. İndi uşaqlar. A verilibdir. Hər hansı bir siyahıdır, düzdürmü? Sadəcə burada bir məsələ var ki, artıq uşaqlar, bax siyahının ikinci elementi özü iki elementli bir nədir? Siyah. Siyahıdır. Siyahın isə sanki siyahı var. Belə bunu bilməyiz lazımdır bura qədər. İndi deyir ki, B bərabərdir A olsun, yəni B də A ilə eynidir, olsun, yaxşı. Deyir A insert. Uşaqlar baxın diqqətli İkinci olun. indeksi 8. Bunlar hamısı 6 oldu. necə olan funksiyalardır? Qiyməti birbaşa hara mənimsədən? Şey listin üstüne. Listin özünə mənimsədən. Onun üçün Və onu hesab yeni edə dəyişənə bərabər eləməyəndirsə, ona görə A hər dəfə dəyişsəm də nə dəyişəcək? B dəyişəcək. Ona görə dəyişir. Başa düşdün? Evet. Ama desin bir değişen de adı değişir. Burada Bence ha. Böyle bir şey var. ona baxarıq. Gəl indi baxaq indi deyəcəm. Müəllim, A dəyişirsə B niyə dəyişir? B sabit olaraq birinci A-ya bərabərdir də. Listede temizliyor. O elə deyil. Sən niyə elə deyil? Çünki axı bu siyahı A-nın özünə əlavə eləyir bunu. Sanki yuxarıdakı A-ya əlavə eləyir. Amma həm də sonrakı A da axı. Yeni bir A-dır. Nəysə, gəlin baxaq da suallaşalar. İndi deyir ki, insert funksiyasının nə iş gördüyünü bilirik. Üçüncü indeksdən neçəni əlavə eləyir? 8. İndi bax, burada siz çaşdırmaq üçün belə şey qoyubdur. 0, 1, 2, 3. 8 əslində bura yazır. 12 düşdü bu yana. Bura qədər aydındır. Sonra remove. Əvvəlcə deyir ki, del A2. İkinci indeks. A-dan ikincini sil. A-nın ikinci kimdir? 3, 3, 4. 4. 3, 4 getdi. Söhbət elə A-dan gedir. İndi deyir ki, Söhbət B.append 4. İndi mən əvvəldə B-ni A-ya mənimsətmişəmsə, mən B-ni A-nın ilkin qiymət götürərəm. Yəni hələ ki mən elə götürürəm. Sonra problem olar, baxarıq. B də budur. A-nın ilkin qiyməti. 1, 2, 3, 4, 8, 12 və 5. Dırnaqda da 12. Hə, yaxşı. Hətta 12 də dırnaqdadır. Müəllim, Ki, bəli. ilkin qiymətini götürürüksə A-nın, niyə 8-i də yazdıq? 3, 4-ü silərdik də. Ay sağ ol, düz deyirsən. 3, 4 qalsın, 8 getsin. Düz deyirsən. Düz deyirsən. Onu düz deyirsən. Deyir ki, B.append 4. Onda B-nin isə bir dənə 4 əlavə elə. Append hardan əlavə eləyirdi? Ən sondan bir dənə 4 əlavə elədik. Sonra deyir ki, A remove 2. İkinci indeksi. Direkt. A-dan ikinci indeksi yox. A-dan 2-ni sil. İlk gələn 2-ni sil. Hə, ikincisi. İlk gələn 2 ilə bu 2-dir. Getdi. Sonra deyir ki, A bərabərdir A üstə gəlsin 2, A-ya 2 əlavə elə. 2-ni hardan əlavə eləyəcək? Sondan, buradan. Print. Print A. Evet. 1, 8, 12, 5, 2. 5. 4. 4 də var. Çünkü 4 var da orada. O 4 ha, deməli onda A ilə B-yi eyniləşdirir. A ilə B-ni eyniləşdirir. Kısa oldu. Hadi kısa oldu. A ülkeden kısa oldu. Artık satır gibi yapıyor. Suallar onda yoxladın Pythonda. Yoxladım ben elə can verir. Elə bu verdiyi kimidir. Verir. Ha, onda A ilə B-ni eyniləşdirir. Başqa şey ola bilməz. A ilə B-ni eyniləşdirir. Onda eyniləşdirməklə bir dənə test sürətindən eləməyə çalışaq. Və slaydın olacaq sizə. Zoom'un gelen. Zoom'un qələmi deyil əslində, ona görə elədi. Normal qələmdir. Zoom'un qələmini eləməliydik. Zoom'un qələmi daha yaxşıdır. Cavabını edəyik. Nəysə uşaqlar, bax, insert 3-cü indeksdən 8 bu hissəsini bildik ki, 8-i əlavə eləyir. 0, 1, 2, 3. Buradan, düzdürmü? 8-dən sonra bir dənə 12 var. Bura əminliklə deyirik. Gel ikincini sil. İkinci getdi. 3, 4 getdi. B.append 4. 4-ü bir dənə buradan əlavə elədi 5-dən sonra. Sonra remove 2, 2-ni sildi. 2-ni əlavə elədən sonra anında print elədi. Cavab belə oldu. 1, 8, 12, 5, 4 və 2. Başa düşdünüz? Hə. Yaxşı. Yenə bax, uşaqlar, dilimdə istifadə olunan metod deyil. Bu tipdə mənimsətmə yoxdur bizdə. Ki, konkret eləyək ki, bu belə olsun və sonra da həm A, həm B eyni formada dəyişsin.
Tamam, sonra. Qəşəng sual idi. Sonra ki, heç 120. səhv olmasın. Sana belə kreativ şeylər. 120. Yox, belə şey salmaz. İxtiyar yox. Yox, biz kreativ belə kodlar yazsaq da belə. Heç başa düşməzlər böyük ihtimalle. Python versində. Vermeyelim, vermezler. Neçə dedin Fərdə? 120. 120. Al da. Mən də 3 dənə yazdım. Çatmadı. Bir Basın bunu özüm yazarım. Nasıl səhv gedib orada. Uşaqlar, bu səhv getmək məsələsi deyil Fərdə. Bizdə siyahını 3-ə vurmaq deyə bir şey yoxdur. Nasıl adam 3 dəfə yazı yəni. 10, 40, 20. Sətrə vursaq normalda 3 dəfə yazmalıydı. Siyahın 3-ə vurulması haqqında məlumat verir. Məntiqlə zaten olmalıdır. Başqa çarəsi yoxdur ki, necə olsun. Başqa necə ola bilər axı? Purbasas deyil ki. İlk başta Nəysə, bunu 3 dəfə yazır. Məntiqlə görür ki, belədir. 3 dənə bundan yazdı. Bu da bunu 3 dənə yazdı. Sonra deyir ki, B A olsun, A da B. A da B olsun. Yəni bunların yeri dəyişdi. Bu B oldu, bu A oldu Amma dəyişmir qısaca. axı. Niyə? Əvvəlki B-yə bərabər olduğu üçün A ilə B olacaq. Yəni eyni olacaq ikisi də. Yok, para etmez. Yox, paralel dəyişmədik. Eyni sətirdədir Ruslan. Altıda deyil. Eyni sətirdə olanda B-yə A-nı verdi. B-yə A-nı verdi. Yəni vaxtı B budur. Çünki sonra A da əvvəlki B olduğu üçün Əvvəlki B olduğu üçün elə bu da, elə A da elə bu oldu. yenə Başa düşdün? dəyişdi. Sadəcə yerlərini dəyişdi. Bu formada vermək olar. Bu oldu B, bu oldu A. Eyni sətirdə yenə deyirəm. Bu yazılışda yoxdur, amma yəni veriblər. Daha artıq bilirsiniz bunu, öyrənmisiniz. A da belə oldu. Deyir ki, B bərabərdir. B üstəgəlsin A. Bilirsən ki, bunu belə də yazmaq olar. Plus bərabərlə də yazmaq olar. B bərabərdir. B üstəgəlsin A ilə də yazmaq olar. Problem yoxdur. Elə bu listəni nə edəcək? Bir-birindən toplayacaq. Sonra deyir ki, A bərabərdir. A üstəgəlsin B. Onda uşaqlar, birinci B-dən başlasaq, B A-dır, düzdürmü? B daha bizdə, bax, budur. Bu B-dir. B-nin üzərinə A-nı gələndə bunun yanına nəyə yazır? Bu B-sini yazır. Yəni, bax, bundan 3 dənə, arxası ilə də bundan 3 dənə. Sonra eyni qayda ilə, birinci bunu yazaq, bundan 3 dənə, 10, 40, 20, vur 3, üstəgəl, 30, 50, 30, vur 3. Özümüz başa düşəcəyik. Belə şey deyir ki, çaşmayaq. Sonra deyir ki, A üstəgəlsin B. A üstəgəlsin B deyəndə də nə etmək lazım uşaqlar? A-nın üstünə B-ni gəlir. A-nın üstünə B-ni gələndə də indi A-mız bizdə hansıdır? Aşağıdakıdır. Onda birinci aşağıdakını yazırıq. 30, 50 və s. və s. Nəysə. Zaten bu önəmli deyil. Niyə önəmli deyil? Çünki A-nın üçüncüsünü nəyə bölür uşaqlar? B-nin üçüncüsü. Bizdə bu nədir? B-dir. Bu nədir? A-dır. A-dır. İndi ikinci bunun digər elementində yazaq. 50, 30. Birinci mənə A-nın üçüncüsü lazımdır. A-nın üçüncüsü kimdir? 30'dur. Düzdürmü? Eyni formada B-nin ikincisi. Hər bir list ayrı-ayrı saymır. İkinci indeks değil mi? 1, 2'dir 30. Aha, düz deyən. Gözlə. Düz deyirsən. Çünki bu 0, 1, 2-dirsə, üçüncü gələn ondan sonrakıdır. Yəni təzədən Yenə 30 neçə gələcək? olacaq. Yenə 30 olacaq. Bu yenə 30'dur. Bəli. Yenə 30'dur. Onsuz da, yenə 30'dur. Yenə fərqi yoxdur. 30'dur yenə. Birlikdə. Çünki ondan 3 dənə gəlir. Deyir ki, B-nin də ikincisi. B-nin də ikincisi 20'dir. 1,5. 30 da 20'ye bölündü 1,5. Cavab nə çıxır? İnte çeviriyorum. Ha, intə çevirirsən o da edir 1. Elədir? Necə? Ha, şu. Hə, 1,5. 1,5'dir. Təzədən də intə çevirirsən, alırsan. O suallar, bu sualların birisi nə yaxşıdır? Bu sualların konkret faydası olmasa da, yəni Bilgi məsələsi. beyin jimnastikası. Əsas məsələsi budur. 120'dən sonra 120 istəyirlər. Yoxdur. düz yazmışsan. Ha? Hava Uşaqlar, non nə yazılıb? dərnaqsız, amma böyük yazılır. Bu funksiyadır. Orasına Rengi da bir şey başqa. gidiyor. Elemişten olsa çıkmıştır. Burada Leonard'ın onu
Nə? Yəni sayırıq 1, 2, 3, 4, 5, 6, 7-dən. Nonu sayacaq da, yəni qısaca. Nonu element kimi sayacaq. Heç nə demir. Dırnaqda boşluq da sayacaq. Belə bu da bir element. Yəni olacaq belə 1, 2, 3, 4, 3, 4. Bunlar hamısı birlikdə bir elementdir. 5, 6, 7 və 8. 8-dən. Elə çıxıb cavab. Cavab A-dır. Adı. Hə, tamam. 23-dən sonra 126 var. Çətin sual oxşanmaq. Təfsir. Hə, hamısı səhv çıxıb. Ola bir sual sən. Ola bilər onda. Gəl, neysə, eləyək də. K2-ni reverse eləyək. Reverse tərsinə düzməkdir. Belə olacaq. K2, 1, 2, 3, 6, 5. Belə sual düşə bilər. İndi bunu tərsinə düzəndən sonra deyir ki, K1-in ikincisi 5. 5. Bəli. Üstəcə. K2-nin dördüncüsü artıq K2 budur. 0, 1, 2, 3, 4, 5. Üstəcə K3-ün birincisi. O da 2-dir. 12. 12. Amma cavab 12. nədir? Cavab 10. 10'dur. Hə, A-dır. Cavab adı Python-a yoxlayın. A olmaz. Python-da 12 eləməli. Yox, niyə obis olsun? Yəni A ola bilməz. Test eləməli başladığımız şübhəyə salır. 1, 2, 5, 6, 7. İkincisi. K2 bərabər 5, 6, 3, 2, 1. 3, 2, 1. K3, 1, 2, 3, 4, 5. 2, 1. En bilir. 5. 1, 2, 3, 4, 5. K1'in ikincisi 5 düzdür. K2 reverse. K2'nin dördüncüsü düzdür. K3'ün də 2 birincisi 2. Şimdi K1'in ikincisi. Veriyorum. K2'nin dördüncü. Üstə gəl K3'ün birincisi. Kvadrat möhtəsələr daxilində. Möhtəsən bağla. Neçə alır? 12. Daha səhv. Düz deyirik də 12. Güzel dursan orada. Nəysə də salsan həm sual səhv yazırsan. Tamam 12. 12 bəli, ye. Qeyd edin yeni. Bəli. Hə. 26-dan sonra 135. 135. Python kimi yaxşı gəlmişdi. Əslində Python suallar səhv olmur. Niyə səhv olmur? Çünki yoxlayırlar. Sonra oradan çıxan cavabı cavab kimi qoyurlar. Ona görə Pythonda məsələn imtahan sual salında da Pythonda sual çox nadir hallarda səhv çıxır. Nəysə, Pythonda aşağıdakı proqram fraqmenti icra edildikdən sonra ekranda hansı nəticə alınır? Belə bir şey var. List əlavə eləsin. Baxaq, indi baxacaq, gözlə. A verilib, B verilib, A nöqtə var. A nöqtə punkt B. Yəni A-nın içinə B-ni əlavə elə. Olar. 1, 2, 3. Kim yazır yoxsa bir list kimi? Bir element kimi. Evet. Hə, onda ayrıca bir dənə list yazır. Ha. İçində. Hı? Deməli, A variantındakı kimi yazılır. Bəli. Aynen. A variantındakı kimi. Yeni bir, sanki listi bütövlükdə element kimi əlavə eləyir bura. 6, 5, 4. Kvadrat möhtəsi bağlandı. Sonra C deyir ki, A ilə beynin cəmi toplamı. B-nin cəmidir. Belə bu üstə gəlsin B. Nəysə, bu üstə gəlsin bir dənə də B. O da A. Aha, elə amma bu dəfə B-ni gələndə, uşaqlar, bu formada gələndə Ayrı yazır. Belə. sadəcə element kimi daxil edir. 6, 5, 4 belə ayrıca yazır. Belə Python-da da belə işləmir. Cavab nə çıxır? Belə A çıxır. Aferin. Python elə çıxır. Ben yoklamışım. Müəllim, 138-də də o bayaqçı kimi A ilə B-ni eyni götürürük. Uşaqlar, bilirsiz niyə elə olur? Mən sizə izah edeyim, baxın. Yazıdasa mən sizə demişdim ki, A nöqtə haqqında
A nöqtə append 5. Bunu demişdim, belə də yaza bilərsiniz. Bir də belə yaza bilərsiniz. A bərabərdir. A üstəgəl 5 nədə? Kvadrat mötərizənin içində. Ona görə belə toplama ilə yazanda içindəki elementləri əlavə eləyir. Amma sən axı burada yazsan, appendin içində yazsan, nədə yazmağa ehtiyac yoxdur? Kvadrat mötərizənin içində yazmağa ehtiyac yoxdur. Ona görə sən bunu kvadrat mötərizə ilə birlikdə burada yazırsansa, elə nə ilə birlikdə əlavə eləyir ora? Kvadrat mötərizənin özü ilə birlikdə əlavə eləyir. Başa düşdünüz fərdə məsələni? Mötərizə ilə birinci də ola eləyir. Appenddə. Appenddə sadəcə 5 yazmalısan. Burada amma burada 5 yazmalısan. Belə eləyəndə ikisinə də adi 5 əlavə eləyir. Amma artıq sən burada kvadrat mötərizənin içində 5 yazırsan. Normalda kvadrat yazmalı deydin. Sanki o kvadrat mötərizə artıqdır deyə, o artıqdır gəlir içinə düşür. Başa düşdün, məntiqlidir. Neçə dediniz Fəridə? Fəridə başa düşdün sən də nə demək istəyirəm? Bəli. Hə. Sonra neçə dedin 35-dən sonra? 138 idi. 138. 138-də bir şey soruşum. B ilə A-nı yenə əvvəlki o bir misaldakı kimi eyni götürürük. Bəli. Bilmiyorum. Qalına satdı zaten. Onu bildinsə, qalına satdı. Bir dənə burada 2-dən 4-ə qədər olan hissəni silir. Bəli. 4 daxildir. Yəni Ehtiyac, nə bilim, belə sual neyi salasan neyi? Gəlir düz bizdə yoxdur. 140. Real, yox, delis ola bilər. deyə ola bilər. Delis ola bilər. Sən necə, del o qədər şeydir ki, delay deməkdir də. Yəni, çox elementardır deyə. Yəni, salma ixtiyarı var. Həm də bəllidən eynədir. Sonra, məsələn, fikir verin. Burada 3 ilə 5-i, 3 ilə 4-ü siyahının içinə kvadrat mötərizə daxil edəcək, yoxsa adi? Adi formada. Çünki üstə gəlmə iləndir. Amma bunun içində bunu belə eləsəydik, 2-ni məsələn, belə kvadrat mötərizə, onda 2 listlə birlikdə daxil olardı ora. Sonra 38-dən sonra 144-ə qədər var. 144. Yoxdursa o zaman bu Ceyhun hara getdi? Nəyə baxdı? Xəstə idi. 144. İkisini gelirse sevdim. Yani. Bir şey sualdı. Yeni izah eləməyən şeylər düşür. Nəysə uşaqlar, baxın. Sep nə eləmək üçündür bunları? Arasında demek etne birleştirir. Bəli, bir-birindən ayırmaq üçündür və ətlə bunları birləşdirir. Normalda burada TT sep olsaydı belə olardı. A, ət işarəsi B. Düzdürmü? Bir dənə də slash n A-nın olmağı isə bunu o çərçivəyə gətirir ki, İndi şurasıdır ki, biz həmişə sepin içində slash n görmüşük. İndi endin içində slash n görürük. Et normalda özündən sonrakından birləşdirmək üçündür. İndi bu formada deməli birləşdirməyəcək. Hatta geç. Deməli indi birləşdirməyəcək. Sonunda boşluk koymuş. Bu standart sual deyil ki. Sən necədir? End normal formada yazılanda əvvəlki ilə sonrakını bir-birinə birləşdirir və bitişik yazır. İçində yazılan bitişik yazır. İndi slash n ilə bitişik yazırsa, deməli slash n-i aşağı atmalıdır. Çünki slash n-in aşağı atmaq funksiyası var. Əvvəlcə bu bunları nəsə birləşdirdi. Elə həmin məntiqlə baxanda slash n aşağıya atdı. Amma uşaqlar yenə burada sep olsaydı o başqa məsələ olardı. End, yenə deyirəm, slash n ilə birlikdə bunu aşağı atdı və A artıq aşağıdan gələcək. A-dan sonra da heç bir element yoxdur deyə artıq orada ət işarəsi də ola bilməz. Elə məntiqlə də Y variantı kimi görsənir. İndi yeni qayda ilə buna baxsaq, A ulduz, slash n atdı aşağı, A, B, C də aşağıdan gəldi. 45-dən sonra 150. 147. 47. Nəysə, ifadə verilibdir. Find ət işarəsi. Ət işarəsi nəyə tapır uşaqlar? İndeksini tapır. Heç inan ki, onu saymağa ehtiyac yoxdur bəlkə də. İndi deyir ki, M-in üzərinə nə gəl? 6 gəl. Elə mən M-in nə olduğunu bilirəm, bunun bir olduğunu bilirəm. Yəni, bunun üzərinə 6 dənə gələrəm. 1, 2, 3, 4, 5, 6. Yəni, hardan başlayır? Nöqtədən başlayır. Buradan başlayır. İndi bax, bura qədər, hara qədər? Ət işarəsindən
ət işarəsini axtarır. Amma ət işarəsini harda axtarır? M üstə gəlinsin 3-dən hara qədər? Üstün axıra qədər. Axıra qədər axtarır. İndi M-in qiyməti buradadır. M üstə gəlsin 3-dən axıra qədərdir. Elə bir Aynen. element yoxdur deyə cavabı nə qaytarır? Mənfi bir. -1 qaytarır. Deməli, mən buradan Tərs. -1-ə kimi gedirəmsə, -1-ə kimi gedirəmsə, -1 elə sonuncu indeks deməkdir. Com. Amma axırıncı hərf daxil deyil, o məntiqlə baxsaq, olur belə nöqtə com. Belə çıxmalı. B'de cevap. Müəllim, əgər orada element yoxdursa niyə 0 vermir? Harda element Funksiyası yoxdursa. -1 vermək. O -1 Axı, bax, sən verir. necədir? Yaz dəftər və find funksiyası ümumiyyətlə belə işləyir ki, elementi axtarır. Axı, 0 versə 0 bir indeksdir, 0-cı indeks deməkdir. Yəni, birinci element deməkdir. -1 isə bir qayda olaraq finddə qəbul olunub ki, orada yoxdur. Hətta biz funksiya yazanda yadınızdadırsa, deyirik ki, əgər find filan element bərabərdir -1-dirsə, yəni o element orada yoxdursa, əslində bu elementin orada nə eləmək deməkdir? Yox olmamağı deməkdir. Ya bunu count sayını 0-a bərabər eləməklə eləyirdik, ya da find'ını -1-ə bərabər eləməklə eləyirdik. Bunların ikisi də istifadə olunan qaydadır. Zaten məncə bunu kitabda da yazmışam. Find'ın -1-i qaytardığını. -1-i qaytardığını bildim. Buradan da -1-ə kim gedəndə cavabı almış olacaq. -1-ni də sağ ucda yerləşdiyinə özünü götürmürsən, nöqtə konu götürürsən, bitdi. Aydın oldu Fəridə sual? Bəli. Yaxşı. Sonraki sualınız gənclər. 150. 150, 150, 150. Sonra buradan çıxandan sonra yadıma salın, biletə baxacam. Biletə baxın deyim müəllim, yadıma düşəcək. Bir konsertə gedəsiyəm. Bilet tutanmamış alım, sonra peşman olarıq. Battle eşitməmisiz? Evet. Pasterlə şeyin, Epi'nin battle, yəni gediləsi battle, getmək olar. Nəysə, çox baha olmasa bəlkə getdik. Aramızda bəlkə 100 yazanlara apara bilərəm. Ne var? Baxa bilərik. Ümid edirəm bilet 100 manata da olmaz. 800 yazsın mən apararam. Nəysə, 150. Aşağıda verilmiş Python kodu icra edilərsə, A siyahısının elementləri hansı formada çap olunar? Bir dənə tələbəm elə məndən konsert bileti tutdu, sonra valideynlər qoymadı, getməyə qal gedəmədi. Heyf oldu. Mən də qardaşıma apardım. Amma bileti almışdım, bilet məndə idi artıq. Yaxşı soruq da mən. Eyni şeydə uşaqlar. Yəni B-yi A-ya deyirsən, yəni A-nın üzərində elədiyin hər şeyi B-də edirsən, B-nin üzərində elədiyin hər şeyi A-da edirsən. Sanki onları eyniləşdirirsən, ekvivalent edirsən bir-birinə, eyni sual olmur. Bu tipləri işləyərsən. 150-dən sonra 15 bölmə. bu bölmə nə olsun seçdi? Bu şərt bölməsi də asan olsun. Şartım 48 dənə test var. 48 yox. Deyin görə səhvlərinizi buradan. Buradan çox səhv olmaz məncə. 50 bölü 3 test var. Dindəş olar. İlk 22-də səhv olan. 30-luqda 27 var. Yirmi yeddi. Şöyle bizim bayaq baxdığımız kimidir. Ya baxaq da yaxşıca. A 14 B 15 C 16 düzdürmü? Sonra deyir ki A olsun nə? B. B də olsun A. Onda bu oldu 15 bu oldu 14. İndi də aşağıdakı sətri keçdim deyə A-nın qiyməti 15-dir artıq, 14 deyil. Aydındır? İndi də aşağıdakı sətrə keçirəm. Deyir ki, A bərabərdir C-yə. Onda A-nın qiyməti oldu. A bərabərdir B-yə, düz deyirsən. A bərabərdir B-yə, A-nın qiyməti oldu təzədən 14. Axırıncıya baxır. C də elə C-dir, 16-dır. İndi deyir ki, A böyüksə B-dən Böyük deyil. Cavabsız. Belədir. Elədir zaten. If ödəmir axı, birbaşa printə gedir. Gözə görək. Deyir, A böyükdür B-dən. A-nın qiyməti hal-hazırda bizdə 14-dür və 14 14-dən böyük deyil. Şurada getdi bunların hamısı. Biraz görürsünüz. Onda da print C çıxmalıdır. Orada deyil nə cavab?
Boş C hərfi. Ümumiyyətlə belə şey var, 2 nöqtə. Yox, cavab nə çıxıbdı? David. B də düzdür. A və C. Bax, A bu şərti ödəmək üçün birinci buradan keçməlidir. A B-dən böyük deyil axı. Necə ola bilər? Birincisini görək. Daha burada A-nın son qiymətini götürdük. Bu 15, bu 14-dür. İndi deyir ki, A belə olsun, bu da olsun, elə C də olsun C-yə. İndi A-nın aydındır ki, son qiymət təzədən qayıtdı özünə. B-nin qiyməti də 14-də qaldı. C olmalıdır. Yoxla görək. Yenə deyirəm uşaq, bu yazılış hissi bizdə yoxdur. Amma yenə də məntiqlə tapanda mən C kimi görürəm. Print B, altdan da print C. C. C, biz düz deyirik inşallah. Cavab C'dir. Ruslan, dairəli onunla. Neçənci sual idi bu? Bu necə Pythonda yoxlamamış qoyub ki, sual Şərtdə olaraq. bu. Amin Səməd Sadidə başa düşür, amma o ki sualları oğurlayır. Burada heç oğurluq sual olmur axı. Oğru sualı bilsinə problem olur. Elə o oğurlayan adam səhv yazır, sən elə o səhv edirsən, gedirsən. Məntiqin anlamada keçibdir. Belə bir şey. Yəni bildiyin mən görmüşdüm də, Memar Şəmin kitablarında çox görmüşdüm, türk suallarını götürmüşlər. Hətta sözlər dəyişməmişlər, tük dilində qalmışdı. Özüm bu qədər vermək olmazdı. Belə. Yox qardaş, sual düzəldirsə özü düzəldin də. Mən düşünmürəm Tural mən belə şey eləsin. Sonra sonra vaxt gedir. 39-a qədər yoxdursa o zaman 39. Python fraqmentinin yerinə yetirildikdə ekranda nə əks olunacaq? Birinci şərtlə. Sadə sual deyil. Bu şeyin sual səhvdir. İnanmıram bunu səhv yazasınız. Cavab deyil. Səhv deyil. Səhvdir. Yəni düşünmürəm bunu hamı səhv yazsın. Mümkün deyil. A dir böyüdür bərabərdir B-dən. Düzdür. Düzdürsə gəldin aşağıya keçdin. Və if düzdürsə E seçeneyi birbaşa? Getdi. Deyir B bərabərdir B çıxılsın A-ya. B bərabərdir B çıxılsın A-dırsa 15-dən çıxırsan -15. İndi A bərabərdir deyir ki A çıxılsın B-yə. B dəyişilir. Onda A bərabərdir A çıxılsın B-dirsə 30-dan -15-i çıxanda 45. 45. Print A 45. Siz nə yazmısınız? 15. Cavab nə çıxıb? 45. Siz sual səhvdir. Değilmiş. Ben səhv yazdım. Ax Kənan deyir səhvdir. Cavab 45-dir. Sudan da düzdür Kənan. Həm düz var, həm tamamsan. Həm deyirsən ki, cavab sual səhvdir. Niyə səhv olsun? Sonra mənfi çıxma xətası eləmsən yəqin ki, orada. Mənfi ilə mənfi müsbət elə orada eləmsən. Değişməsini şükür eləmişim heç. 11 götürmüşəm. Mən 15 yox. Elə eləmə də. Sonra sonra vaxt getdi. Yoxdur. O qism mövzu. Hansı mövzu yəni? Bundan sonra. Bundan sonraki adı nə idi şey? Vay. Belə sıra nə gedir? Vay. Vay. Sonra indi buna baxsaq yarım qalacaq. Videoda da yarım qalacaq. Gəl buna baxmayaq. F tapşırığını yazaq. Yaz nevə. Hara qədər vermişdim? Evən son hara qədər vermişdim? Fora qədər. Foru da verdik. Dərsdə əməli. Forun özündə düzdür. Bəli. İndi yaxşı gözün. Yaxşı. Vay. Hə. Bu səhifənin içindədir onu. 78-dən biraz əvvəllər. Hə, tapdım. For da vermişəmsə, onda fordan sonra görək hansı gəlir. Fordan sonra çətinləşdirilmiş for gəlir. İşləyin də. Cavab. Neçə vermişəm hələ ki? 2 dənə. Hə, çətinləşdirilmiş for. Səhifə təsdiq səhifənin nömrəsini aydın seçməyib.
Kim? Ayten 270-dirsə bu 370 yoxsa nə bilim, nəysə. 370, 369. Sıfırlaştırmış olur. Səhvləşdirilmiş for. 378. 378-dən başlayır. Listan testi burada görək. 150 tane. 150. Buradan da uşaq 3-ə bölünənlər yetərlidir. Bir də Python üstə qalsaq daha bitəcək. Bu axırıncı deyirsən. Ondan sonra alt proqramlar var. Hadi. Əla, onu defdə elə bir dəfəyə verərəm. Defdən problemimiz aradan qalsın. Nə istəyirsən? Defdən problemin aradan qalsın da. Tamam uşaqlar, görüşənə qədər sağ olun. Sağ olun. Sağ olun müəllim.